Salam uşaqlar, indi biz düz xəttin tənliyində ətraflı sualların izahına baxacağıq. 34-cü sualdan başlayıram. Bu sual bu arada buraxılış imtahanında düşüb bu tipdə sual. A2 - 4 və B6 - 6 nöqtələri CXY nöqtəsinə nəzərən simmetrikdir. Yəni bu o deməkdir ki, uşaqlar, A nöqtəsi məsələn 2 - 4-dür. Tutaq ki, B də 6 - 6-dır. C-yə nəzərən simmetriklər. Yəni C ortadadır. C orta nöqtədir. Biz demişdik ki, simmetrik nöqtə nə deməkdir? Orta nöqtə. O zaman orta nöqtənin koordinatlarını tapaq. X bərabərdir x-ların cəminin yarısı 2/6/2 4. Y də bərabərdir y-ların cəminin yarısı. Yəni -4 üstə gəlsin -6 bölünsün 2. Elədi nə? -5. Deməli, C nöqtəsinin koordinatını tapdıq. 4 - 5. Düzdürmü? Bunu tapdıqdan sonra gedib cümləmin ardını oxuyuram. Deyir C 4 - 5 nöqtəsi 2x çıxılsın AY bərabərdir 23 düz xətti üzərindədir. Yəni düz xəttin üzərindədir nə deməkdir? Deməli bu düz xəttinin x-ının yerinə 4, y-ının yerinə -5 qoya bilərəm. Çünki bu nöqtə bu düz xəttə aiddir. 2 vur 4 çıxılsın A vurulsun -5 bərabərdir 23-ə. 5A üstə gəlsin 8 bərabərdir 23-ə. 5A bərabərdir 15-ə. A da bərabərdir 3-ə. A-nı 3 tapdıqdan sonra gedib qoyuram yerinə düz xəttimdə. 2x çıxılsın 3y bərabərdir 23. Bunu normal bir düz xətt şəklinə gətirək. Yəni bu şəklə gətirək demək istəyirəm uşaqlar. Y bərabərdir kx plus b şəklinə gətirməliyəm ki, bu düz xəttə perpendikular düz xəttin bucaq əmsalını tapım. Əvvəlcə bunun bucaq əmsalını tapmalıyam. 3y atdım o tərəfə, onda 23-ü bu yana keçirsə nə olacaq? 2x çıxılsın 23. Hər tərəfi 3-ə bölərik. 3-də 2x çıxılsın 23 böl 3. Aha, indi mənim bucaq əmsalım nədir uşaqlar? 3-də 2. İndi mənə deyir ki, bu düz xəttə perpendikulyar olan düz xəttin. Biz bilirik ki, düz xəttlər perpendikulyardırsa, k-ları -1-ə bərabər olmalıdır. Yerinə qoyuram 3-də 2 vur k2 bərabərdir -1. Buradan da k2 bərabərdir. -1-i bölürük. Nəyə? 3-də 2-yə, yəni tərsinə fırlanır, olur -2-də 3. Yəni cavab -1,5 elədir. Deməli, 35 də bu tipdə sual deyə yazmırıq. Orada A-nı tapandan sonra dayanır artıq. Artı yoxdur. Bu hissədə dayanacaq. 36-cı suala baxacağım. 36-cı sualda bizdə nə verib? L1 və L2 düz xətləri perpendikulyardır. Baxaq. Şəklimizi çəkək. Deməli, A, C-dan da B. Mənə deyir ki, C08, burada 08-i qeyd elədim üzərində. L1 və L2 düz xətləri C08 nöqtəsində kəsişirlər. Yəni, bu iki düz xəttin də B-si nədir? 8-dir bunu. Çünki Y-qoxunu kəsən nöqtə B deyildi. İkisi də Y-qoxunu 8 nöqtəsində kəsib. Düzdürmü? Bu düz xətlərin B-ləri 8-dir bildik ki. Sonra mənə deyir ki, AC ilə BC bərabərdir. AC ilə BC bərabərdir. Deməli, burada 0-dırsa, bu da hündürlükdür də, bilirsiniz də, düz bucaqlı Dekart koordinat sistemidir. Onda mən buradan qiymətləri tapacağım. AB 12-dirsə, bilirik ki, normalda 3 bucaq bərabər yanlı olarsa, bura 8-dir, bura 12-dirsə, bərabər yanlı bucaqda hündürlük həm də mediandır. Olur 6-6. 6-6. O zaman buradan bura kimi 6 olmalıdır, buradan bura kimi 6 olmalıdır. Yəni, bura -6 yaza bilərəm də uşaqlar, düzdürmü? -6 0 nöqtəsi. Bura isə nə yaza bilərəm? 6 0 nöqtəsi. Burada 12 eləyəcək məsafəmiz, düzdür? Sonra L2 düz xəttinin tənliyini tapın. Mən tapacağım L2 düz xəttinin tənliyi. L2 düz xətti hansıdır fikir versək əgər? L2 düz xətti budur. Dəqiq qırmızı ilə çəkim. Yəni, bax, səhv qeyd eləmişəm. Bu L1-dir. Bu L2 düz xəttidir.
Bunun bizdən tənliyini istəyir. Baxıram ki, 2 nöqtə var. 2 nöqtə varsa, 2 nöqtədən keçən düz xəttin tənliyi düsturu ilə x çıx x1, x2 çıx x1 bərabərdir y çıx y1, y2 çıx y1-lə tapa bilərik. Qoyuram yerinə x çıx x1, x1, y1 buranı götürdüm, x2, y2 buranı götürdüm. X çıxılsın x1, x çıx 0, bir dəqiqə. Aha, x çıxılsın 0, bir də x2 çıx x1, yəni 6 çıxılsın 0, bərabərdir. Y çıxılsın y1 8, bir də y2 çıxılsın y1, yəni 0 çıxılsın 8. Oldu x bölünsün 6, bərabərdir. Y çıxılsın 8, bölünsün -8. Tənasüblə çarpaz vurarıq. 6y çıxılsın 48, bərabərdir -8x. 6y bərabərdir -8x üstə gəlsin 48. Hər tərəfi 6-ya bölərəm. -6-da 8x üstə gəlsin 8. İxtisar eləsəm, -3-də 4x üstə gəlsin 8. Bu da oldu L2 düz xəttinin nəyi? Funksiyası. Aha, tənliyi yəni. Yazdıq bu formada demək y bərabərdir -3-də 4x üstə gəl 8 imiş bizim tənliyimiz. Keçdik 37 fərqlidir deyə 37-yə də baxacaq. 37-ci sualımızda bizdən nəyi tələb edir? Baxaq. ABCD kvadratının kvadratdırsa deməli bütün tərəfləri bərabərdir. Kvadratımızı quraq. Gördüyünüz kimi A, D, B, C deyir ki, aha, y bərabərdir 4. Y, x yazdıq. ABCD kvadratının tərəflərindən biri y bərabərdir 4. Baxın, yəni y bərabərdir 4 düz xəttinin üzərində biri absis oxu üzərindədir. Bəli, aydındır. Aha, A -1 0, lap yaxşı. Buranı mənə verib. A -1 0 olarsa BD diaqonalı, BD diaqonalının, bax BD diaqonalının özündə saxlayan düz xəttin tənliyi. Yəni BD diaqonalını özündə saxlayan düz xətt budur. Bunun tənliyini soruşur bizdən uşaqlar. İndi biz burada necə həll edəcəyik? Diqqətlə baxaq. Bu y bərabərdir 4 düz xəttdir. Yəni bu y bərabərdir 4 bu deməkdir də. Yəni buradan bura kimi məsafə 4-dürsə, onda mənim bu tərəfim də 4-dür də. Demək kvadratın tərəfi 4-dür də. Burada 4-dür. Burada 4 olmalıdır. Aha, bu -1-dirsə, -1-dən 0-a qədər bir məsafə var. Onda bu 0-dan da bura 3 məsafə olmalıdır ki, 1 ilə 3-ü toplayım 4 eləsin. Yəni bu nöqtənin koordinatı oldu 3, 0. Aydındırmı? Tamam, baxıram ki, bu nöqtənin mənim kvadratdır da, düzdür 3-dür də. Onda bu nöqtənin apsisi də 3-dür də, eyni daxı apsis. Apsis oxuna perpendikulyardır, apsisi nədir? Gəlib 3-ə düşür. Bu nöqtənin koordinatı da nə olacaq? 3, 4. Bura baxıram, bu nöqtənin apsisi -1-dirsə, B-nin də apsisi eyni düz xətt üzərində olduğuna görə, yəni perpendikulyar -1-dir. Y-ımızda 4 idi də gördük, yəni onu da özü vermişdi. Mən 2 nöqtəm hazırdır. Yəni B-ni tapdım -1, 4-dür. D-ni də tapdım 3, 0-dır. Bu nöqtədən keçən düz xəttin tənliyini. Uşaqlar, bir də deyirəm, x bayaq yazdığımız kimi də tapa bilərik və ya digər yolda göstərim. Yəni kx plus b ilə də işləyə bilərsiniz. Bununla işləyin, baxın. Kimə necə rahatsa elə işləyə bilər. Y-ın yerinə qoyuram 4 bərabərdir. K vur x, K vur -1. Düzdürmü? Üstə gəlsin B. Sonra getdim qoyuram indi y-ın yerinə 3. 3 bərabərdir. K vur 0, üstə gəlsin B. Buradan aldıq ki, B 3 imiş. Gətirib yuxarıda B-nin yerinə 3 qoyuram. İndi burada 0 idi, belə alındı. Başqa halda hər iki əmsal qalacaq. Mənfi müsbətə vurub alt-alta toplama yolu ilə, yəni üsulu ilə təlimlər sistemini necə həll edirsiniz? Elə həll edə bilərsiniz. -K üstə gəl 3. Deməli, K da bərabərdir 3 çıx 4. K da bərabərdir -1-ə.
K-nı tapdıqdan sonra aparıb qoyuram yerinə. Normalda burada y bərabərdir kx, k mənfi idi, mənfi 1x, yəni mənfi x. B-im də nə idi? 3 idi. Üstə gəlsin 3. Deməli, BD diaqonalını üzərində saxlayan düz xəttin tənliyi y bərabərdir mənfi x üstə gəlsin 3-dür. Yəqin ki, aydındır. İndi baxırıq biz 38-ci suala. 38-ci sualda görürəm ki, perpendikulyarlıq şərti verilib. Baxaq və buradan fikir verdim ki, mənim düz xəttlərimin biri koordinat başlanğıcından keçdisi. Deməli, bunun funksiyası kx olacaq. Bax, görürsən, hələ mən oxumamış artıq burada qeydlərimi aparıram. Bu isə görürəm ki, kx plus b-dir, yəni niyə? Çünki koordinat başlanğıcından keçməyib və bucaq da kördürsə k-sı mənfi olacaq. Aha. Deməli, bunu da çəkdim, perpendikulyardır. Bu birinci L1-dir. Düzdürmü? Bura isə L2-dir. Yaxşı. Oxuyuram. L1 və L2 düz xətləri qarşılıqlı perpendikulyardır. Yəni, onda L1 ilə L2 qarşılıqlı perpendikulyardırsa, K1 vur K2 bərabərdir, mənfi 1 olmalıdır. Bunu qeyd elədim. A3, bura A nöqtəsidir. A3, 6 nöqtəsində kəsişirlər. Tamam, yəni bu nöqtənin absisi 3-dür. Ordinatı 6-dır. O zaman mən bunun bucaq əmsalını tapacağam. Y bərabərdir kx deyil uşaqlar. K-nın y bərabərdir kx-dır. Düzdürmü? Biz K-nın düsturu nə demişdik? Buradan baxan kimi yerinə qoya bilərsən də y bərabərdir kx-dırsa, x-in yerinə qoyursan 3. X-in yerinə qoyursan 3 vur k. Bərabərdir y-in yerinə də qoyursan 6. Yəni k-nı nə tapdım? 2. K mənim 2-dir. Y bərabərdir. K nədir? 2-dir. 2x. O kx plus b-dədir mənfi y bölü x. Yəni qaçışdırmayın. Kx-də elə həmin nöqtəni qoyub promoyda yerinə tapa bilərsiniz. Y-dan x verib də bir dənə də əmsal qalır k. Y bərabərdir 2x-i tapdım. Əla. İndi mən buna perpendikulyar olan düz xəttin bilirəm ki, bucaq əmsalı artıq nə olacaq? Mənfi 2-də 1. Onu da hardan alıram? 2 vurulsun K2 bərabərdir mənfi 1. K2 də bərabərdir mənfi 2-də 1. Deməli, aldım mənfi 2-də 1 x. Üstə gəl b. Amma b-mi bilmirəm. Baxıram ki, mən hansı düz xəttim? Bax, bunu qurmuşam da L2. Mənim bir nöqtəm məlumdur da. Məlumdur ki, həmin düz xəttin üzərində A3 6 nöqtəsi var. Yəni, həmin düz xət A3 6 nöqtəsindən keçir. Deməli, mən burada y-in yerinə 6 qoyaram. X-in də yerinə 3 qoyub b-ni taparam. Çünki k və b funksiyada düz xəttdə tapılmalıdır. Y, x-dır bizdə dəyişənlər. Üstə gəlinsin nəyə? X-in yerinə qoymadıq. X-in yerinə qoyuram 3. Üstə gəlsin b-yə. Aldım ki, burada 6 bərabərdir. Mənfi 2-də 3 üstə gəlsin b-yə. B də bərabərdir. 1,5 üstə 6, 7,5. B də 7,5-dir. Deməli, aldıq ki, y bərabərdir. Sonda yerinə qoymuram. Bax, burada kəsirinə yazıq. Cavabı da kəsirinə verib. Çünki mənfi 2-də 1x üstə gəlsin. 2-dən cavab da uşaqlar mənfi müsbət verib, amma mənfi 2-də 1-dir. Təbii ki, çünki kör bucaqdır. Mənfi 2-də 1x üstə gəlsin. 2-də 15 oldu. Sizin düz xəttinizin tənliyi. 39-40 eynidir deyə birini izah edəcəm. 39-cu sual. Baxaq. 39-da nə verib? Bizə deyir ki, təpə nöqtələrindən biri koordinat başlanğıcında olan. Aha, koordinat başlanğıcında olan. Baxın, çəkək şəklimizi. Təpə nöqtələrindən biri koordinat başlanğıcında olan rombun, O, A, B, C rombunun B nöqtəsinin koordinatı 8, 16-dır. Əla, bildik ki, burada bu 8-dir, bura isə nədir? 16-dır. AC diaqonalı özündə saxlayan düz xəttin tənliyini tapın. Məndən AC diaqonalını istəyir, amma mən onun heç bir koordinatını bilmirəm. İndi tapacaq biz onu. Və digər diaqonalı da çəkirəm. Bilirəm ki, rombun bütün tərəfləri bərabərdir və diaqonalları nədir? Perpendikulyardır. Aha, o zaman mən buradan tutdum ki, BO ilə AC düz xətləri BO və AC perpendikulyar olduğuna görə bunların bucaq əmsallarının hasili yenə nə olacaq? Mənfi 1-ə bərabər olacaq. Biz bilirdik ki, diaqonalların kəsişmə nöqtəsi simmetriya mərkəzidir. Onda mən burada simmetrik nöqtəni tapa bilərəm. C yazaq, o var orada. C də var.
Nə yazaq bura? K. K nöqtəsi qeyd edəcəyik. Yaxşı. Simmetrik nöqtəni K ilə işarə eləyirəm. K-nın koordinatlarını tapaq. Nə edirdik? X ilə X-i toplayıb 2-yə bölürdük. Bu nöqtədə 0, 0 nöqtəsidir, bilirsiniz. 8-in üzərinə gəlirəm 0 bölürəm 2-yə. Bir də 16-nın üzərinə gəlirəm 0 bölürəm 2-yə. Yəni K nöqtəsinin koordinatları oldu 4 və 8. Buranı bildim ki, nədir uşaqlar? 4 ilə 8-dir. Yəni mən bunu tapdım. İndi sonra nəyə baxa bilərik biz burada? Görürəm ki, mənim BO düz xəttim koordinat başlanğıcından keçib yenə uşaqlar. Koordinat başlanğıcından keçibcə, yəni onun düz xətti y bərabərdir kx deyil. Nə yazacağam? Y bərabərdir kx-dirsə, y-ın yəni 4-8 nöqtəsindən keçir də farklı bundan istifadə edə bilərəm. Yəni y-ın yerinə qoyacağam 8, x-ın yerinə də qoyacağam 4, k-nı tapacağam 2. Deməli bu y bərabərdir 2x-dir. Tamam. Onda AC-dən keçən ikinci tənliyim isə bu birinci idi. İkinci AC-dən keçən. Olacaq y bərabərdir -2-də 1 x. Üstə gəlsin b. Səbəb də bildikdən niyə oldu? Çünki k-ların nasili -1 olmalıdır. İndi mən bu b-ni də rahatlıqla taparam. Çünki görərəm bu düz xəttdən keçən bir dənə nöqtəni bilirəm. Hansı nöqtədə o? 4, 8. Burada qoyacağım yerinə b-ni tapacağım. 8 bərabərdir -2-də 1 vur. 4 üstə gəlsin b. 8 bərabərdir -2 üstə gəl b. B də bərabərdir 10-a. Yəni y bərabərdir -2-də 1 x üstə gəlsin 10. Tapdıq bizim düz xəttimizin tənliyidir. 40 eynidir 41. 41-ci suala baxıram. Bucaq əmsalı, yenə bunu çəkək şəkili. Biri koordinat başlanğıcından keçdik. Görsənmə? Deməli bu kx olacaq. Unutmayaq. Yoxsa bizə lazım olur. Aha. C nöqtəsində kəsişirlər. Koordinat başlanğıcından keçən L1-dir. Bu biri isə L2-dir. Bu A nöqtəsidir. Bura isə B nöqtəsi qeyd olunub. Mənə nə deyir? Bucaq əmsalı -2 olan L2 düz xətti. L2 düz xəttinin bucaq əmsalı -2-dir. -2x plus b yazıram ona görə. Çünki bu gördüyünüz kimi kx plus p düz xəttinin tənliyidir. B 0,8. Aha, bu 0,8 nöqtəsindən keçir. Onda məlumdur da 0,8 nöqtəsindən keçirsə, yəni bura 8-dir. B-mizi də bildik 8-dir. B-nin yerinə qoy 8. Çünki y qoxun kəsən nöqtə B idi. Bu da elə L2 düz xəttinin B-sidir də. Çünki aha. L2 düz xətti koordinat başlanğıcından keçən L1 düz xətti ilə C nöqtəsində kəsişir. Yaxşı. AC və BC bir-birinə bərabərdir. AC və BC bərabərdirsə, deməli C orta nöqtədir. Düzdürmü? Orta nöqtə, yəni simmetrik nöqtə. C nöqtəsinin koordinatını rahatlıqla tapacağam. Sadəcə mən bu nöqtəni bilsəm. Çünki buranı bilirəm 0,8. Buranı bilmirəm ki, toplayıb 2-yə bölüm. Bunu da tapmağa nə var ki? Çünki sən bu düz xəttin artıq funksiyasını bilirsən də, hə? İndi absis oxunu kəsən nöqtəni axtarırıqsa, nəyin yerinə 0 qoymalıyıq? Ordinatın. Y bərabərdir 0 yazırıq. -2x plus 8 bərabərdir 0-a. X da bərabərdir nəyə? 4-ə. Və bu nöqtə 4, 0 nöqtəsidir. Əla. Tapdıq buranı 4, 0. İndi gəlin C nöqtəsinin koordinatlarını tapaq. C nöqtəsinin koordinatlarını tapmaq üçün x-ləri toplayıb 2-yə böləcəm. Bir də y-ları toplayıb 2-yə böləcəm. Bərabərdir. C nə aldıq burada uşaqlar? 2, 4. Deməli, C nöqtəsinin koordinatı 2, 4-dür. Vəsə. İndi bir də aydın şəkildə baxın. Təkcə C-ni çəkirəm. Bu C nöqtəsi 2, 4-dürsə, bunun necə biz tənliyini taparıq? Baxıram ki, bu nə idi dedim sizə? Y bərabərdir kx-dir. Mənim də o nöqtəm qeyd olunub. X-ım 2-dir, y-ım 4-dür. Yenə yerinə qoyacam. Yazacam ki, y-ın yerinə 4. Bunun da yerinə nə? 2. 2k, k da bərabərdir 2-yə. Deməli, bizim 41-ci məsələdə elə k-mız nəyə bərabər imiş? 2-yə. Yəni, cavabımız oldu y bərabərdir 2x. Bu şəkildə həll elədik. Sonra keçirəm 42. 42, 43 də eyni demək olar. 42-ni yazacam. 42-ci məsələdə qəşəng çəkir şəklini aydın olsun deyə sonuncu məsələmizdir.
Baxaq. L1 düz xəttir, bura L2 düz xəttidir. Perpendikulyardır böyük düz xətlər, F-dir, E-dir. Oxuyuram uşaqlar. Oxuyuram, diqqətlə qulaq asın. L1 düz xətti L2 düz xətti ilə qarşılıqlı perpendikulyardır. Qeyd eləyək. Yəni bunların K-larının hasili deməli nə olacaq? -1. Və ABCD kvadratında BD diaqonalını öz üzərində saxlayır. Əla. C nöqtəsinin apsisi nədir? 4-dür. Apsisi 4-dür, ordinatını bilmirik. Onda bu 4-dürsə, bura 4-dür də, yəni. Buradan bura kimi 4 deməkdir. Düzdürmü? Yəni, çünki D nöqtəsi də 4 olmalıdır. Çünki bu kvadratdır, uşaqlar. Kvadratdırsa perpendikulyardır axı. Perpendikulyardırsa, yəni, elə bilin ki, bax, belə danışıram da, bu nöqtənin, məsələn, koordinatın apsisini necə tapıram? Buradan bura perpendikulyar indirirəm. Burada görürəm ki, bu 4-dür. Yəni, demək istəyirəm, bu nöqtə 4-dürsə, burada 4-dür də elə apsisi. Hə, bu 4 oldu. Yəni, buradan bura kimi məsafəni bildim 4-dür. Deməli, bu BD diaqonalıdırsa, onda mən buradan tuturam ki, bu bucaq nədir? 45 dərəcədir. Böyük üçbucağa baxsaz, fikir versiniz. Bura 45 dərəcədirsə, onda burada 45 dərəcə olar da, düzdür. Yəni, bu bərabər yanlı düzbucaqlı üçbucağıymış. Bərabər yanlı düzbucaqlı üçbucağıymış. Məndən nə istəyir? L2 düz xəttinin tənliyini. L2 düz xəttinin tənliyini istəyir. Mən də onu rahat şəkildə tapacam sizlə birlikdə. Baxın diqqətlə. Onda bura 4-dürsə, bax, bərabər yanlı düzbucaqlı üçbucaq dedikdə, onda buradan burada 4 olmalıdır. Yəni, mən bu nöqtənin koordinatını bildim. Nə oldu? -4, 0. Düzdürmü uşaqlar? Yəqin ki, aydındır. -4, 0 niyə oldu? Yəni, bura bizim bu məsafəmiz, burada 45-dir. Düzdürmü? Onda buradan bura 4-dürsə, buradan burada 4 olmalıdır. Yəni, bu nöqtənin də buradan bura məsafə 4-dürsə, deməli, bu nöqtə 0-4 nöqtəsi olacaq. 4-dür də öndürürük. Deməli, mən L2 düz xəttindən keçən 2 nöqtəni artıq tapmışam. Y nöqtəsi -4, 0 oldu. F nöqtəsi 0,4 oldu. 2 nöqtədən keçən düz xəttin tənliyinə əsasən tapa bilərik və yaxud da y bərabərdir kx plus b-yə əsasən də tapmaq olar. Mən daha rahat tapacam deyim sizə. Y bərabərdir kx plus b-dən tapacam. Mən bilirəm ki, zaten artıq buradan məlumdur mənə məsələ hansı formadadır. Bucağı bilirəm axı 45. K nəyə bərabər idi? Tangens 45-ə. Daha qısa gedək. Bərabərdir 1. K-mız 1 oldu. 1 vur x, x. B də y qoxun kəsən nöqtə idi. Burada 4-dür. B-ni də yerinə qoydum 4. Yəni cavabım oldu. Y bərabərdir x plus 4. Bu qədər. 43-cü məsələdə burada şəkil məndə yoxdur. Çəkməmişəm onu. Orada da nə deyir onu əsasən tapam sizə. Yəni eyni bu məsələnin üzərində. Orada da bu üçbucağın elə bir ki, Y, F-də üçbucağın sahəsini istəyəcək. Məncə artıq biz burada bu yolla gedib hər şeyi tapmışıq da. Buradan bura 4-dür, buradan bura 4-dürsə bura 8-dir, düzdürmü? Bu hündürlüyü də tapmışıq nədir? Bu hündürlüyümüz də bizim nə idi uşaqlar? 4 idi. Üçbucağın sahəsi olacaq 4 vur 8 bölü 2. Mən bu məsələdə həll elədim, o birində yox. O birində də eyni şəkildə həll edib tapa bilərsiniz. Yəni orada 12 vur 6 bölü 2 olacaq. Bu qədər.